Gəl ay müştəri, gəl dəyərli izləyicilərimiz. Evlərimizdən qalmadı dəyərli izləyicilər. Evimiz harada yerləşir? Zabrat Kürdaxanın yolunun üstündə, 3 sotun içində dəyərli izləyicilər. Bax, 3 dənə evdir. 1, 2, 3 dəyərli izləyicilər. O evin qiyməti 90 mindir. Bu evdə hal-hazırda dəyərli izləyicilər satıldı. Allah xeyrini versin. 3 sotun içində dəyərli izləyicilər. 3 otaqlı, tam təmirli evimiz çıxıb satışa. 11 daş üstündə tikilib dəyərli izləyicilər. Qoşa daşla inşa olub. Bu bizim mətbəximizə giriş-çıxışlı dəyərli izləyicilər. Bu da bizim koridorumuz dəyərli izləyicilər. Bu bizim mətbəximiz, giriş-çıxışımız var balkona dəyərli izləyicilər. Bu bizim sanitar qovşağımız. Bu da bizim yataq otağımız. Bu da bizim bir yataq otaq dəyərli izləyicilər. Bu da bizim gözəl bir zalımız dəyərli izləyicilər. Paket Kupça, Zabrat Kürdaxanın yolunun üstündə dəyərli izləyicilər. Gir yaşa evdir. Ana yoladakı dəyərli izləyicilər. Hardasa 200-250 metr aralıqdadır. Bu evin qiyməti bu dəqiqə, bu vəziyyətdə dəyərli izləyicilər 92 min manatdır. Ola bilər ki, evin qiyməti qalxsın, ona görə bizə şəxsdə yazın, maraqlanın. Qalxsa da niyə görə qalxacaq dəyərli izləyicilər? İndi ev yəsində necə satır özü bilər. Ola bilsin, bura mətbəx mebeli yığdırsın, həyət bacanı düzəltsin. Yəni, ola bilər burada artıq işlər də olsun dəyərli izləyicilər. Ona görə evin qiyməti qalxa bilər. Yəni, deyim sizə bilin, 3 sotun içindədir, əkinti üçün yer qoyulub dəyərli izləyicilər, evin altına girmək üçün yer qoyulub, deməli, evin arxasına keçməyə yerimiz qoyulub. Buranı kimsəsə naves eləyə bilər dəyərli izləyicilər, əkinti üçün də qəşəng yer, kimsəsə burada basen də düzəldə bilər. Maşın da ən azı 4 dənə, 5 dənə dəyərli izləyicilər girib, burada kimsə toy da eləyə bilər. Allah xeyrini versin dəyərli izləyicilər. Buyurun, sağ olun, salamat qalın.